salamlayıram. Bugün saçımı maske edəcəm. Çünki saçım çox quruyub qırılır. Mən görürsüz badam yağıdır. Apteklərdə 1 manat 50 qəpiyə satılır. Mən tələbəlik vaxtlarım yağdan istifadə eləmişəm, eləyirəm də davamlı. Yəni çox gözəl maskadır. Belə tökürəm əlimə, ovucuma belə biraz yağdan əlavə eləyirəm. Rahim imkan vermir mənə. Nədir Rahim? Həftədə bir dəfə istifadə eləmək yaxşıdır. Saçın əgər qurudursa, qırılırsa xeyirdir. Mənim də saçım ucları görürəm quruyub və qırılır. Ona görə dedim gətirim badam yağı vurum. Bir də bilirəm ki, məni izləyən xanımlar xoşlayır belə şeylərə, faydalı məsləhətlərimi istəyirlər, görmək deyirlər ki, faydalı şeylər çəkin. Çəkəndə də xoşlarına gəlir. Siz deyin görün, amma maskalar istifadə edirsiniz, yoxsa belə təbii yağlar falan, təbii maska istifadə edirsiniz? Mən alınma açılı maskalar elə istifadə eləmirəm. Arada nə bilim beynimə düşəndə belə alıram, qabda o yuyandan sonra vurursan ucuna. Kakos yağı kimi zat belə hazır maskalar onlardan. Amma belə bu çox yaxşıdır da. Bir də mən keçən dəfə vlogumda paylaşmışdım saçın uzanmaq üçün maska. Bax o maskam bir dəfə istifadə elədim. Doğrudan sonra vaxt tapmadım ki, badam yağından vitamin qatırsan da, vitamin C ilə yeni. Vaxt tapa bilmədim, ona görə bir dəfə istifadə eləmişəm. Həqiqətən də saçıma baxın. Görürsünüz saçımı? Görürsünüz saçımı? O kəsiləndən bura saçım necə uzanıb. Bir dəfə istifadə eləmişəm. Çox istifadə eləsəydim tez uzanardı. O maskanın yaxşı olmağını bir sənədən bilirəm. Karantin vaxtı saçımı belə buradan eləmişdim də, çox qısa eləmişdim. O yağdan başladım istifadə eləməyə. Yəni o üsuldan da vitaminən, o yağ dəndə, yəni bu yağı vitaminlər qatdım elədim. Doğrudan da qəşəng olur. Saçım yəni tez uzandı, sürətli uzandı. Siyah. Dibə də vurdum. 30 dəqiqədən sonra saçımı yuyub gələcəm. Saçımı hardasa 30-40 dəqiqədən sonra yumuşam. İndi də bu Urbanın bu spreyindən istifadə eləyirəm. Hər dəfə yandan sonra vururam. Hətta bizə Nilay da saçına vurur. Xoşu gəlir. Bu danışmıram. Nəsə bu qoxusu xoşuma gəlmir. Gördün Rahim? Arayım. Saçımı da oradan belə yağ vuranda evdə saçıma belə maskalar eləyəndə elə yaxşı hiss edirəm özümü. Elə bilirəm ki, saçım mənə təşəkkür edir. Doğrudan lazımdır. Mən hazır maskaların tərəfdarı deyiləm. Onların hamısı pul tələsidir. Ancaq belə şeylər eləmək lazımdır. Doğrudan da baxırsan ki, indi nə qədər fərqini görəcəm bir neçə gün. Saçım olacaq qəşəng. Canlanır saç. Badam yağı çox əla yağdır. Hə, balam. Rəbqətəki kafedaçı. Əvvəllər şey də vururdum mən, zeytun yağı da vururdum saçıma. Sonra var, yenə gerçək yağ var. O saçı tökülməyinə qarşıdır. Amma bir söz deyim, kim bilir, tökülmək dedi nə ağlıma gəldi. Saçım dəhşət tökülür. Yəni mənim saçım belə deyil də. Bundan ibarət deyildi. Buna baxın, saçım bundan ibarətdir. Görün necə nazikləşib. Kim nə bilir, mən bunun üçün nə içə bilərəm? Xeyrin gördüyünüz bir vitamin və yaxud da bir maska, ümumiyyətlə sprey. Niyə bilərəm ki, saçım qalınlaşsın? Saçım çox nazikləşib. Depressiya düşürəm. Elə bilirəm ki, keçərləşəcəm də. Niyə belə olub saçım bilmirəm. Çox nazikləşib və çox. Bilirsiniz, daxildən olan hansısa vitamin, mineral çatışmayanda bədəndə o saç tökülür. Neynəsən də saç tökülür. Ona görə bu yağın elə də inanmıram tökülməyə qarşı bir təsiri olar. Çünki yəqin ki, məndə vitamin çatışmamaz. Düzü D falan içirəm, amma nəsə çatmır ki, saçım dəhşət tökülür də. Amma yağ
parlaqlıq verəcək, canlanma verəcək. Saçımın ucu çox pis görsənirdi, qırılırdı. Onun hamısını bərpa edəcək. Bunu yəni illərlə istifadə etmişəm. Amma tökülməyə qarşı nə içim, nə edeyim onu bilmirəm. Bilirəm ki, daxildən olan bir şeydir. Kim nə edibsə, əgər saç tökülməyinə qarşı xeyri görübsə, zəhmət olmasa rəylərdə yazın. Mənə də köməklik etmiş olun. Bir də saçın ön hissəsinə havalı qalmağını istəyirsinizsə, saçı həmişə bu qaydada ferməlisiniz. Yəni yuyandan sonraki qurudursunuzsa, onda necə qurudursunuzsa, saç necə qalırsa, sonra o şəkildə alır. Bax belə. Yəni belə. Belə. Buranda belə. Saçın görürsünüz necə ön hissəsi belə havalı qalır. Bu şəkildə həmişə saçınızı qurudun. Bir də yadıma düşdükcə deyəcəm, sabahla konsertə gedirəm. Rafet Roman gəlir Bakıya, bilirsiniz. Onun konsertidir, oraya gedəcəyik bacımla. Saçımı bilmirəm, burum yoxsa ukladka eləyim. Bax, fikirləşirəm. Deyirəm, bəlkə gedim salonda ukladka elətdirim ki, daha uzun müddətli qalsın. Yoxsa elə evdə buruq eləyim. Qərar verməmişəm. Sizcə nə edim? Saçımı da qurutdum, hazırdır, baxın. Yandan sonra doğrudan da saçımın necə yaxşı olduğu əl vuran kimi bilinir ki, saçım nəsə bir gül görüb də. Oldu saçım əla. Dediyim kimi, mənə kömək eləyin saçım necə qalınlaşmaq üçün hansı vitamin içmək lazımdır, nə etmək lazımdır, yəni öz təcrübənizdən. Xeyrin nə də görmüsünüzsə, mənə rəydə yazın. Belə də özüm də araşdıracağım, nə olsa sizinlə bölüşəcəm. Mən də artıq adətdir, saçımı fenliyandan sonra, darayandan sonra mütləq evi tozsuranlamalıyam. Çünki yeri tük görəndə gəzə bilmirəm polun üstündə. Başlayaq, evi tozsuranlayaq. Qorxma Rahimcik. Niyə çıxdı? Vın. Rahimcik. Rahimcik, привет. Benim yağlıda kulağım durmamışım. А где мама? Evdekiler. Rahim açıqdı, dağıdıb. Bu kukruz elə gözəldir, bu kusla mamam. Biz uşaq vaxtı yediyimiz kukruzların dadını verir. Çox qəşəng kukruz deyə. Alanda uşaqdan betər yeyirəm. Bizim stolun sünhalı. Onu da Rahim gətirib nədirsə. Kompot qalıb biraz. Onu içərik sonra. Tamam. Simiçka olmalı da mütləq. Bir an tort yemişik qalıb. Rahimin içir. Meyvə qalıb burada. Da qalsın, bunu da atarım getirdim. Nədir? Siyah parmatım. Bir də bu salfetkada nəyi kəşf etmişəm? Belə heç vaxt saxlamayın, əgər bu salfetkalardan istifadə edirsinizsə. Çünki üstdən çəkdiyimiz salfetkalar qurur, fason olur, tez quruyur. Ona görə bunu normalda belə üz üstə saxlayın. Onda altını buranın nəmi keçir bura. Yəni ki, fikrimi izah edə bildim. Çünki təzə vaxtda gördüm qurudu. Dedim, bu nədir? Qurudu ki, normal silmir də tez quruyur. Ondan sonra elə üz üstə saxlayandan sonra
şey oldu. Yaxşı belə nəmli. Baxın, indi nəmli. Nəmliyi yəni çoxdur da. Ancaq belə saxlayıram. Kağızı da qalır. Belə qoyun. Bax belə. Belə saxlayın ki, üstdən çəkdiyimiz salfetkalar nəm olsun. Bir də nə deyəcəkdim? Silib salfetkaları əslində çox yaxşıdır. İstifadəsi üçün çox rahatdır. Ancaq bir mənfisi odur ki, iyi çox tündür. Bilmirəm, bəlkə başqası üçün elə deyil, amma mənə tünd gəlir. Evdə hamı deyir elə onu ki, tündür. İndi məsəl üçün silirəm ki, birazdan yemək yeyəcəyik. Ona kimi qoxu getsin. Bir dənə iyi tündür də, boğulur adam. Amma belə çox yaxşıdır həqiqətən. Yağ ləkələrin hamısını qəşəng səliqəli aparır. Xoşum gəldi bu, yəni silib edən. Amma bir dənə mənfisi odur ki, çox belə iyi, kəskin tündür. Tündüyüsü var. Öz ləkələrini yaxşı aparır. Yağ ləkələrini belə aparır. Bir də bizə orada qazı kuxnada işlədəndə yağ olur da, yəni pəncərə tərəf. Onu bundan silirəm, elə gözəl aparır. Başqa vaxt mən oraya xlor tökürürdüm. Əla. Oldu təmiz. Bilməyəcəm. Evdə toyuğu necə qızardıram, onu göstərirəm. Demək, vurmuşam duz, istiot, kekotu, mayonez, duz. Görürsünüz kekotuları çox ləzzətlidir, dadlıdır. Bir də məndə belə nar şərab var. Bundan vuracağım. Hələ ki, bunu çevireyim. Su deyil. Orada da çox qəşəng olur, dadlı olur. Kekotunu vurmaq var, əla edir ətin dadım. Qoyub alıram da. Ümumiyyətlə nə ət qızartsaz, belə kekotu mütləq vurun, qəşəng edir. Bir də nar şərab. Bir dənə əlcəyini çıxardım. Biraz da məncə tökürəm. Şərabı da vurdum. Şərab da düşürdüm. Şimdi olacaq əla. Hocam bunu topluya belə. Tabaqa kimi də belə qızarsın. Bizim evdən gün batımını görmək istəyənlər üçün çəkirəm. Şuraya baxır. Havada dumanlıdır belə. İçeri görsənmir. Yetiyor, yoxa çıxdı.